Herkese salam dostlar, mən Kemsazi. Bugün Age of Story 2 Congress 1.5.1 versiyonunda Türkiyənin 6-cı bölümü ilə yenidən sizlərlə birləşdirəm dostlar. Deməli, keçək özətə vaxt uzatmadan. Keçən bölümdə nə olmuşdu? Gördüyünüz kimi keçən bölümdə tamamilə dünyanın tablosu bir başqa məsələ halına gəlmişdi. Yəni sanki bütün problemlərimiz azmış kimi hamısı üst-üstə gəldi, qarışdı və gücümüzün ötəsinə keçən məsələlər belə oldu dostlar. İndi biz bu gücümüzün ötəsinə keçən məsələləri necə həll edəcəyik, ona baxacağıq. Hamısını gücümüz çatacaq Allahın izni ilə və buna əminəm ki, inanıram ki, bu məsələləri də atlatacağıq dostlar və dünyada həm hegemoniyamızı quracağıq, Türkiyə olaraq bir aparıcı rol oynayacağıq və hər şeyi yerinə qoyacağıq. İlk öncə keçən bölümdə nə olmuşdu? Bunu bir yada salaq. Azərbaycana yatırım etdik, Qafqazı aldıq, Krım, bu torpaqları almaq üçün 2 dəfə Sovet Rusiyasına savaş açdıq. Sovet Rusiyasındakı torpaqları alıb Çinə verməyi düşünürdük. Sovet Rusiyasını onlara verməsəydi, versəydi fərqi yoxdur. Ruslara qarşı savaş elan etdi və təbii ki, İsveçlə, Litvaniya ilə falan birlikdə pakt qurub Rusiyaya qarşı savaş elan etdilər. Təbii ki, Rusiyada əzildi. Azərbaycan da bundan istifadə elədi. Dördlü ölkə olaraq Skandinav, Baltik, Asiya və Qafqaz ölkəsi olaraq dörd tərəfdən saldırdılar və Rusiyanı yerlə bir etdilər. Demək olar ki, qalan Rus torpaqları da belədir. Bunun da haqqında bir qərar verəcəyik dostlar. Və beləliklə bütün türklər olaraq, yəni keçmişdə də olduğu kimi Qara dənizi tamamilə türklər əsarəti altına aldı. Demək olar ki, Azərbaycan, Macaristan, Atilla'nın nəvələri, Osmanlı nəvələri, Səfəvi və işte tüm Türkiyə nəvələri hamısı bir araya gəldilər. Gördüyünüz kimi sadəcə burada bir neçə torpaq var bizi birləşdirməyən və bunu da həll eləyəcəyik dostlar. İlk öncə təbii ki, sonra yenə də Albanlar bizə qarşı savaş elan etdi və başqa Hindistan Çinə savaş elan etdi. Əfqanistan türk dövlətlərinə savaş elan etdi. Misir də burada aləm dəydi bir-birinə və İtaliya Avropa içlərinə girdi. Rusiya həm Ukrayna və həm Almaniyanın içinə girərək böyük suç işlədi və dünya ona səssiz qalmadı. İspaniya Afrikaya girdi, İtaliya İspaniyaya girdi. Çox qəribə bir hala gəldi. Mən bunun artıq bu hər halda final bölümü olar deyə düşünürdüm. Mən də 8-9, bəlkə də 10-12 bölüm olacağını düşünürdüm. Amma bu qədər də yəni qarşılıq olsa artıq bundan ötəsinə getməz deyə düşünürəm. Yəni artıq durumlara baxacağıq, görəcəyik nə olacaq. İlk öncə öz içimizdəki halları düzəldək. Təbii ki, biz də Rumuniyaya qarşı Macaristanla pakt qurub savaş elan etdik. İndi biz buradakı torpaqları tez almalıyıq. Çünki Macaristan gəlib ora girsə biz oranı ala bilməyəcəyik. Gərək öz türk qardaş ölkəmizlə savaşaq. Ona görə də əlimizdə nə qədər ordu var? İlk öncə təbii ki, Kipr də aldıq. Birbaşa Kuzey Kiprə verdik və orada 2000 ordu saxlayırıq. Suriyada 2000. Bunlarla da əlaqələrimizi yaxşı saxlayaq. Bunlar da bir-birlərlə əlaqələri yaxşı deyil. İsrailə aldıq, Fələstinə verdik. Bunlarla da əlaqələrimizi yaxşı saxlayaq. Burada da əlaqələrimizi yaxşı saxlayaq hər ehtimala qarşı. Yəni bunlar da müttəfiqdir bir-birlərlə. Təbii ki, burada da torpaqlarımız var. Bunlar da İraqla da yəni ki, artıq bir dostluq yolumuz var. Bu arada Tunus, yəni burada qarşılıqlar var. Müharibə yoxdur. Təbii ki, bunu da əl atacağıq. Misir zaten gücsüzləşib. Etiopiya biraz güclüdür. Olsun, amma uzaqdadır. İlk öncə, yəni hardan başlayaq? Təbii ki, tamamilə savaş bölümü olacaq. İtaliyadan başlayaq. Oradakı o torpaqları almaq lazımdır. Həm də misak-ı milliyə çatıb Macaristanla da birlikdə həm qardaşlığımızı birləşdirmək üçün Balkanları almaq, həm də misak-ı millini qurmaq üçün tamamilə gözəl fürsətdir. Buranı alıb Bulqaristana verəcəkdim, amma Macaristan girib Rumuniyanı aldığı üçün artıq burada bir qardaşlıq etmək düşündüm. Dunay çayının o tərəfində bəlkə Macarlara verərik. Hər halda yəni buranı da bölüşdürəcəyik dostlar. Belə bir şəkildə görəcəyik artıq necə olur. İlk öncə ordu nüfus
yatırımlarımızı yerinə yetirək. Dostlar, görək bu məsələlər necə olacaq, kim kimlə necə savaşacaq. Macaristan bu dəqiqə üstündür, yəni gördüyünüz kimi əslində zəifdir, amma yenə də gücünün ötəsindəki olan o ölkəyə qarşı savaş elan edir. Biz Albaniya ilə də savaşdıq və o zaman onlarla da barışaq. O torpaqları artıq özümüzə alaq, bu səfər əfv etmək yoxdur. Doğrudan savaşdayıq biz, unutmuşam. Nüfuzumuz da çoxdur, ekonomimiz də yaxşıdır. Bunu geri eləyək, pulumuz yüksəyə çıxsın. 22-23K arası gəlirimiz var. Çox gözəl yatırım assimilyasyonları da yerinə yetirək. Kiprdə, Kıbrıs, Kırım adası da bizdədir. Çox gözəl. İndi gedişatlara baxacağıq. Bəli, artıq yavaşdan təbii ki, ora girməyin zamanıdır. İlk öncə ordular, təbii ki, artıq ordular basmaq zamanı biraz uzun da video ola bilər. Hər nəysə, bunda 2 bölümə ayıra bilərəm, final bölümünü. 16-17 dəqiqə, 16-17 dəqiqə bir olaraq onlarla paytaxt Ankara'ya görək nə olacaq. Dünya artıq 3-cü Dünya Savaşı çıxmış durumdadır. Artıq 2050-2060-cı illərdə artıq 3-cü Dünya Savaşı çıxdı deyə bilərik və buna da biraz hazırlıqlıydıq. Zaten 82-83 milyon ordu var. İndi bunları ölçəcəyik. Dostlar, 7000 elə birbaşa denk gəldi burada. Ölçək 10.000. Təbii ki, artıq ölkəmiz sınırlarına qoyduğumuzda 10.000 də burada var idi. Çox gözəl, 10.000 də birbaşa Ege dənizinə gətirək. 20.000 də buradan qalan ordular da bura göndərək. Həm İtaliyada savaş açıb bir daşla 3-5 quş vuracaq demək olar ki, həm də Macarların yandırılmış olacaq. İtaliya ilə savaş edərək. Ya Allah, bismillah, qazanız mübarək olsun. Kirit adasına girək, Heraklion. 20.000 ilə buranı ikiyə bölək. Belə burada belə hücum edək dostlar. Qalan o ordularla da belə paylaşım edək və bütün torpaqlarına giriş edək. Artıq ya Allah, bismillah, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Başarılı, çox gözəl. Artıq sadəcə kiçik addımlar qaldı. Burada az torpaq ordu ilə girək ki, ekonomisini batırmayaq. Dostlar, çox gözəl. İtaliyanın bu torpaqlarını aldıq. Məncə, yəni bu qədər, bura qədər alsaq, bəs eləyər, hər halda ala bilmirik. O zaman diğer torpaqlarına da girək. Ne olar, Macaristan bizə də bir torpaq bırak. Zaten ordularla biraz sonra geri girəcək. İtalya bu plana bax. Plan həqiqətən girdi, bax. Girdi ora. Hər nəysə, biz yenə də ordularımızı saxlayaq. Hər ehtimala qarşı dediyim kimi İtalya ittirəcək onları oradan və biz də bundan sui-istifadə edib güzel şəkildə puan kasmalıyıq. Təbii ki, İtalya ilə bitmir, çox ölkəyə savaş açmalıyıq bu yolda. Hər nəysə, buranı da ikiyə bölək, belə hücum eləyək. Bəlkə Romaya da girək, getmişkən Romaya da girək. Bəli dostlar, Romaya da girək. Yəni almışkən oradan puan kasaq, çünki orada çox gelmişken buradan da biraz toprak alsak mı? İtalya'dan. Yok, lazım değil. Mənə belə deyək. Buradan İtalyadan torpaq almağa ehtiyac yoxdur. Biz sadəcə barışı təmsil edən ölkə deyə düşünürəm dostlar. Qalan ordularımızı da geriyə çəkək. İtalyanın Yunanistandan atdıq və planımızın birinci hissəsini başarıyla tamamladıq. Allahın izni ilə çox şükür, elhamdülillah. Və indi buranı da assimilyasyon eləyək. Artıq Yunanistan torpaqları əvvəlki türk torpaqlarına qayıdıb. Bir də buradakı bir nöqtə kimi yer düzəldirsə gözəl olar, amma 1.5.1-də hər hala ehtiyac yoxdur. Macaristan girir və bütün İtaliya torpaqlarını alır. Çox gözəl güclənməsi oldu Avropada. Biz böyük güclərin qarşısında gözəl bir şəkildə böyük eləyə bilərik. Bu arada Hindistan nə oldu? Çin nə oldu? Çinə bir maddi dəstək göstərək, əlimizdə pul çox varkən. Çünki bizim Hindistana qarşı bir koalisyon qurmağımız lazımdır və Çin uduzarsa bizim işimiz batar. Həddindən artıq batar. Çünki bizim burada dəstəkləyəcək heç bir gücü olmaz. Rusiya çöküb, Azərbaycan gücü yetməz. Azərbaycan İranı alsa əslində orada
buradan eləyə bilərik bir şeylər, amma yox, yəni çox çətin məsələdir. Çinin burada qalib gəlməsi lazımdır. Çünki əgər Çin uduzarsa Hindistana qarşı 2x geridə qalarıq. Çünki nə Çin olmaz, nə də Hindistan, həm də Hindistan Çinin torpaqlarını alaraq bayağı gücləşər. Amma bunlar bir-birlərini zəiflədərkən arada Hindistan da zəifləyir. Təbii ki, Çin də zəifləsə də Hindistanın zəifləməsi yaxşıdır. Amma biz yenə də bir tərəfdən yatırım edib, bir tərəfdən də Çinə dəstək verək. 1 milyona yaxın finansal dəstək verdik deyə düşünürəm. Artıq Çin nə olar? Başar bu savaşı qalib gəlir. Əgər Çin bu savaşa qalib gələrsə, bu arada Çinlə müttəfiq qura bilirikmi? Qura bilmirik. Çox çətin məsələdir. Bəs yaxşı. Macarlarla Macaristan barışlı İtaliya ilə çox gözəl həddini göstərərək. Təbii ki, biz Türk ölkələri, Azərbaycan, Macaristan, Türkiyə, Qazaxıstan və s. müsəlman ölkələr olaraq barışı təmsil edirik. Amma İtaliya həddini aşdığı üçün bir neçə torpağı da İtaliyadan aldı və beləcə barış təmsil olundu. Yəni İtaliyadan ana torpaqlarında qaldı. Biz də oradan torpaq almadıq. İndi Qaradağın bizə gəlməsi üçün onları ixlaq eləyəcəyik dostlar. İxlaq talebi, bir dəqiqə, əyalətləri tələb et. Bizi uğraşdırma, lütfən, bizi uğraşdırma belə şeylərlə. Nə qədər ordu qoyacağım, heç bir fikrim yoxdur. Sadəcə tez bir şəkildə buralara girək, alaq və çıxaq, nə olar, xahiş edirəm. Bizi belə şeylərlə uğraşdırmayın ya. Lütfən. Türkçədə danışıram ki, biraz normal olsun, yəni Türk serisi olduğu üçün. 2000 ordu qaldı orada, çox güzel. Bəli, super. Yəni həm Makedoniyanı, həm Qaradağlarımı deyim, nə idi? Pristinamı nə? Yadımdan çıxdı artıq. Oranı əlimizə keçirdik. Dostlar, torpaqlarımıza qatdıq, bizdən etdik. Artıq Osmanlı yolunda da bəlkə ilərləyə bilərik. Amma Amerika və Avropa qorxusun bizdən. Çünki artıq türklər gəlir. Gördüyünüz kimi Avropanın içlərinə qədər girmişik. Arada Avstriya ilə buranın da əsas çox gözəl olar əslində. Artıq baxacağıq. Serbiyanı da alıb yarısını paylaşa bilərik. Buranı da alıb yarısını paylaşa bilərik. Hər nəysə həll eləyəcəyik. Torpaqlarımız indilik bu hala gəldi. Çox gözəl bir şəkildə ilərləyirik. Dostlar, maşallah, çox superdir. Azərbaycan da bu hala gəldi. Yəni iki ölkə olaraq çox gözəl başarılar əldə etmişik. Hardasa Azərbaycandan biraz azdır təbii ki, orada yekə olduğu üçün əyalətlər. Hər nəysə, Çin nə hala gəldin, sən niyə belə eləyirsən, bax. Çin artıq bu savaşı qazan, lütfən. Yoxsa bizim yəni burada Hindistanı yox eləməyimiz lazımdır. Əgər video uzasa təbii ki, Hindistanı yerlə bir etdikdən sonra Çini yerlə bir eləyəcəyik bir zaman gələndə. Çünki orada Türkistan var, amma belə baxıram bu savaşdan sonra orada Türkistan deyə bir şey qalmayacaq artıq. Sıfıra indi gördüyünüz kimi nüfuz, hər şey məhv oldu, getdi. Yəni Çin, Hindistanın nüfuzu çoxdur, ekonomisi də çoxdur. Belə baxıram, Çin bu savaşda məğlub olacaq. Çünki ekonomi və nüfuz olaraq aşağı səviyyədədir Çin. Amma təbii ki, biz də yardımlar edirik. Əgər bizim yardımlarımız olmasaydı 100% bunlar məğlub olacaqlardı. Biz Sovet Rusiyasından bu torpaqları alsaqmı? Əyalətləri tələb eləyək. Torpaqları bizə ver. Acaba verməsə sıxıntı. Biz o torpaqları təbii ki, Çinə verəcəyik ki, ən azından biraz finansal güc əldə eləsin. Burada torpaqları var idi. Buraları alaq. Vermədik təbii ki. Hər nəysə dostlar, biz isə yolumuza davam eləyək. Bəli, barışdılar, çox şükür. Oh be, oh be. Bir savaş belə artıq sonlandı dostlar. Artıq ikinci hədəfimizi də tamamladıq. İtaliya, Macaristan, Türkiyə, Yunanistan məsələsi həll oldu. Aha, İspaniya, İtaliya məsələsi də həll oldu. Çox gözəl. Çin, Hindistan məsələsi də həll oldu. Qaldı yerdə Misir və burada əl atacaq. İndi ilk öncə İrana baxacaq dostlar. Bizim təbii ki, İran hədəflərimiz var idi. Hər halda bu bölüm artıq qorxdum, yəni təbii ki, bu qarşılıqdan.
ki artıq bölümü buradan o tarafa çəkə bilmirəm. Çünki hər şey qarışdı, senaryo bir-birinə dəydi. Mənası itə bilərdi deyə qorxdum. Amma görünür o hər şey hələ də normal tempdə davam eləyir. Bir sürəliyinə hər kəs yavaş bir mola, 3-cü Dünya müharibəsində mola veriblər deyə görsənir. Bəli dostlar, qaldığımız yerdən davam eləyirik. Bunlar da bir %100-ə çatdırsaq gözəl olar. Hər nəysə, çox deyil zaten. Çox olanda eləmirəm təbii ki. İndi baxdığımız üzrə artıq nüfuz da yatırımları eləyirik, ekonomi yatırımları eləyirik. İtaliya yenə savaşdadır. Pasla savaşa girib bax. İtaliya artıq sən, yəni ekonomisi də, nüfuzu da səndən çoxdur artıq. Burada Afrikaya girə bilməyəcəksiniz. İspaniya girə bilər təbii ki, oralar eləsə artıq öz işidir, amma Libyada bu tərəfə gəlməyi yanlış bir məsələdir. İndi dostlar, bu video təbii ki uzun olacaq. Artıq Azərbaycana yenidən bir savaşa salacağıq dostlar. Arada təbii ki Əfqanistan da var. Çox qarışdı, həddindən artıq çox qarışdı, amma əla bir senaryo oldu. Bu qarşılıqdan daha çox fürsətlər istifadə edib, daha çox əyləncə yaxalayırıq dostlar. Artıq videoda 17 dəqiqəyə gəlib Azərbaycana kiçik yatırımlar edək. Bu daha doğrusu son bir dəfə texnoloji yatırımlarını həll eləyək. Bir puan da kasamızdan, bu da bitsin. Dostlar, qalan xəzinə var. Nəysə. 13 ədəd gəlib. İndi nə edəcəyik? Yönetim 15, nüfus artışı 20, qalan 3-də ekonomi bölümüsünə veririk və Azərbaycana da xüsusi dəstəklərimizi göstəririk. Azərbaycanı böyüdəcəyik dostlar. Burada da 4000 ordumuz var, bunu da gətirək. Çox gözəl. Azərbaycan böyüyüb 3000 ordu orada qoymuşuq dostlar. Başqa harda ordularımız var? Başqa artıq 2000, 2, 4, 6, 9000 ordu var. Yavaş-yavaş Fələstin də bu torpaqlarda bura belə qalsa gözəl olar. Hələ ki buranı sonraya saxlayaq, indi qarışdırmaq olmasın. Azərbaycana xüsusi dəstəklərimizi verək, Azərbaycanı yenidən gücləndirək ki, İran qarşısında əziyyətə uğramasın. Azərbaycan buradakı torpaqlarını alacaq, biz isə buraları alıb buradan çıxacaq. Hətta bura qədər Ahvaz torpaqlarına qədər alsaq, yəni İranın ən azından oradakı körfəzini bağlamış olaraq artıq gələcəkdəki İran planını da Pakistanla eləyib tamamilə İranı yerdən ihsan eləyəcək dostlar. Görünür o ki, bu video çox həddindən artıq uzun bir seri olacaq. Ona görə də bu nədir? Ona görə də artıq videoda 19 dəqiqəyə gəlir. Biz də bu bölümdə çox aksiyonlu keçdi həqiqətən. Artıq bura qədər dostlar, videonu qayda edirəm. 19 dəqiqə herhalde 16-17 dəqiqə olar. Və belə bir səviyyəyə gəldik. Artıq bir sonraki bölümdə görüşmək üzrə, sağ olun, salamat qalın.